keyfiyyətlidir. Yəni özünüz görürsünüz ki, mən artıq ikinci dəfədə gəlirəm bura. Məhsullarımızdan o qədər razıyam. Həm keyfiyyətindən, həm zövqlü olduğundan. Ona görə də yenə də gəldim bura. Bu nə gözəldir. Rəngi də gözəldir. Buna baxın. Bu isə başqa formasıdır. Bu başqa formadır, bu başqa formadır. İkisində bu rənglər birisi də bu dəqiqə trenddir. Baxın. Çox gözəldir. Koja. Bir dənə rəngi var, hə? Bu kojanın. Bir dənə də. Bir dənə çox gözəldir. Bundan da özümə götürdüm qızlar. Qəşəng kombinləmək üçün mükəmməl seçimdir bu. Yumuşaqdır. Çox qəşəngdir. Rənginə də bayıldım. Yəni Layla dedi ki, bir dənə bunu əynimə giyin. Nə dediyimi biləcəksən. İnanırsınız qızlar, materialı əynində axır. Bir sözlə elə bil ki, axır əynində heç nə yoxdur. Yumuşaqdır. Bir dənə özümə götürdüm. Bilən kimi də Emil'di necə gözəldir rəngi. Rəngimi də açdı, hə Emil? Bəyəndin? Orada. Həm bir yerə giyinmək olar bunu, həm evə. Çox qəşəngdir. Həm də videolarımızda təbii ki, Nil Butikin məhsulları yer alacaq. Şalvarı belə boldu. Trapez kimidir. Əynində o qədər rahatdır ki. Belə bir lasin giyinmişəm. Lasin ən azı 2 bədən incəldir bədəni. O dərəcədə gözəldir. Hətta Orşanın bu köynəyindən də əldə eləmişəm. Həm ağ rəngini, həm qara, həm sini, həm də ki qəhvəyi rəngini. Çox gözəldir. Yəni bayıldım buna. Belə barmağa keçən sivitlərdir. Lasini isə yüksək beldir. 2 bədən incəldir. Ətəyi belə formadadır, trapez kimi. Qış fəslində həm sapaşki ilə giyinə bilərsiniz, saroçkalarınızla giyinə bilərsiniz. İnanın ki, o qədər rahatdır, o qədər gözəldir. Hansını üzərimə giyinirəm, Emil'lə Elgün deyir ki, ayda bu qəşəngdir, bu superdir, baxın bu da superdir, baxın bu da yeni kolleksiyaya uyğundur. Belə deyənim, işığın altında gecə gəlmişəm. O qədər gözəldir qızlar, yumuşaq materialı var. İnanılmaz dərəcədə əynində gözəl oturur. Kalıbına baxın bir dənə. Şalvarın bu hissəsi lasin kimidir. İç bildirmir qəti. Belə bədənə lasin kimi oturur, streçdir. Ətəkdə trapezdir şalvarı. Qolları da belə formadadır. Bunlardan stokda tükənir. Gələn kimi bitir qızlar. Gələn kimi. Çünki digər yerlərdən çox-çox uyğun qiyməti olduğu üçün elə Nilin öz müştəriləri gələn kimi hop alırlar, gedirlər. Belə bir Oşanın dəstidir. Çox gözəl materialı var. Hər bir də gözəl deyirəm. Çünki doğrudan da materialları mükəmməldir. Rahatdır. Ən əsası üzərinizə geyinəndə elə bir siki üstündə heç nə yoxdur. Köynəyi bir kəmər detallıdır. Şalvarı isə belə enlidir. Bol paçadır. 2 dənə də cibi var. Qəşəng, rahat. Həm evdə geyinə bilərsiniz, həm də harasa getdinizsə qəşəng bir krasovkanı ayağınıza keçirirsiniz. Gedirsiniz işlərinizin arxasıca. Mükəmməlsən, Nil. Bir qəşəng dəsti. Materialına söz yoxdur, yumuşaq, lasin kimidir. O qədər yumuşaq material var, iç bildirmir. Bədəni ən azı 2 bədən, yəni ip incə görsənirsiniz. Həm üstünü belə başqa bir geyimlə də geyinə bilərsiniz. Qarşısını açıb altından top ilə də geyinə bilərsiniz. Şalvar da çox rahatdır, materialı çox gözəldir. Nə bilim, həm bir yerlidir, harasa gündəlik bir yerə çıxdığınızda da geyinə bilərsiniz. Həm də evdə də ev geyimi kimi qəşəng geyinib, bəzənib yoldaşlarınızın, sevdiyiniz insanın qarşısına baxımlı formada çıxa bilərsiniz. Belə yarasa tipdə köynəyi çox gözəlliyə bayıldım buna. Bir dənə ölçüsü qalıb, S ölçü, hal-hazırda üzərimdəki ölçü S-dir. Materialı yumuşaqdır, çox qəşəngdir. Şalvarının da eyni ilə o qədər gözəl. Mən bunu ötürə bilmirəm sizlərə. İnanın Allaha görə özünüz gələsiniz bura. Geyinəsiniz, əyninizdə baxasınız və bircə ədəd qalıb S ölçü. Layla xanım dedi ki, bunu stoku təzələyəcəm. Gələn kimi də bu məhsul bitir. Həm ev geyimləri, həm gündəlik geyimləri, həm üst geyimləri çox gözəldir qızlar. Sumqayıtda yerləşir Nil Butik. Gəlin bir dəfə olsun, buradakı məhsullara bir göz gəzdirin, ondan sonra nə dediyimi gözəl biləcəksiniz. Buradakı məhsulların təkrarını heç yerdə bu qiymətə tapa bilmərsiniz. Bu da eyni ilə bayaqlar göstərdiyim kimi yarasa modelindədir. Çox gözəl materialı var, yumuşaq. Və stretchdir, boldur. Hal-hazırda üzərindəki S-M ölçüsü olmalıdır. Siz də gəldiyinizdə buradakı məhsulların bir ölçü balaca götürün. Həm fərqli, həm rahat, həm cool. Gəlin buradan əldə eləyin qızlar. Endirimlərdən də yararlanmış olun. Belə fərqli bir geyimlə sizlərin qarşınızdayım. Bu dəsti, kostyumdur. Bilmirəm buna ev sportivnisi deyim, nə deyim bilmirəm. Arxası baxma belə uzundur. Bir çox xanımların istədiyi bir tipdədir. Qarşısı da belə. Ətək hissəsi də baxın, şalvarın ətək hissəsi belə düymələrdəndir. Köynəyin də eyni qarşısı, baratnik hissəsi çox fərqlidir. Bəyəndim. Belə bir cins şalvarla, belə yumuşaq,
pambıqdan olan bir köynəklə, sivitlə kombinengi əldə mövcuddur. Gördüyünüz bu dəri gödəkçənin qara rəngində mövcuddur. Çox qəşəngdir. Cinslərlə də gözəl gedir, yupqayla da qəşəng gedir. Platyanın üzərindən də rahat bir şəkildə giyinə bilərsiniz. Materialı çox qəşəngdir. Partlamayan, çartlamayan materialdır. Ölçülər də var ki, ölçüsü. Çox bəyəndim. Bundan da özümə götürürəm birini. Bir dənə gözəl köynək düşünün və o köynəyin hər rəngi, hər fərqli desəni və ən əsas qiyməti 25 manatadır. Və bu qiymətə inanın heç yerdə belə materialda, belə zövqdə köynəklər tapa bilməzsiniz. Baxın, hər rəngindən özüm üçün götürdüm. Dedim, niyə də götürməyim, niyə də olmasın? Yəni, bu qiymətə əgər köynək varsa yerdə və ya heç bir yerdə tapılmırsa, niyə də götürməyim? Materiallar yumuşaq, pambıq kimidir. Əlində heç nə hiss olunmur, bədəni yiyən material deyil, təmiz pambıqdır və ən əsası fərqli desənləri mövcuddur. Standart bədəndə hər kəs rahat bir şəkildə geyinə bilər. İstər yupqa ətəklərlə, istərsə də şalvarlarla. Belə bir koja kutkalar da var Nildə. 2 ciblidir, həm qarası, həm də qəhvəyi rəngi mövcuddur. İstəyənlər əldə edə bilər, ölçülər də mövcuddur. Getirdik. Gecə-gecə saat neçədir bilmirəm. Mənim gözəlim Laləm. Bunu da göstərim belə. Mənim kuklam, gülər üzdüm. Bu qız ancaq maşallah pozitiv enerji yayır hər yerə. Götürdüm məhsullarımı. Bu təzə gəlib, bunu götür Arifə xanım. O təzə gəlib, bu keyfiyyətlidir, o keyfiyyətlidir. Bu əladır deyə bütün mağazanı mənə aldırtdırdı. İndi nə deyəsən bu gözəl xanıma? Çox sağ ol mənim canım gözüm. Əlin qolun var olsun. Gülə-gülə geyin. Tam rahat yerdədir. Bir dənə də buranda göstərim. Ergün bəy, çox təşəkkür edirəm. Göyərçinin yanında, göyərçindən aşağı düşəndə. Aha, Gedən batandan, şəhərdən, kimsəsi rahatsızlıqla marşrutlar gəlir göyərçinin yanına. Aha. Göyərçin yuxarıda yerləşir. Aha. Orada dəniz qırağı bulvardır. Aha. Təşəkkür edirik. Gözəl təqdimat üçün Ergün bəy.